Salam, Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının əsas mövzuları. Vaşinqtonda Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənliyə Beynəlxalq Demokratiya mükafatı təqdim edilib. Neftçilərin hüquqlarının müdafiə cəmiyyətinin sədri Mirvari Qəhrəmanlının Amerikanın səsinə müsahibəsi. Prezident Obama Kaliforniyada hücumdan sonra Amerika xalqına müraciətində IŞİD üzərində qələbə çalınacağını deyib. Fransada Milli Cəbhə Partiyasının qələbəsi, havanın çirklənməsi və toksik su iqlim dəyişikliyinin nəticələridir. Müasir dünyada ənənəni saxlamaq, Amerikada Amish icmasının unikal həyatı. Vaşinqtonda qərargahlanan Woodrow Wilson Beynəlxalq Alimlər Mərkəzi görkəmli Azərbaycan tarixçisi və Milli Şuranın sədri Cəmil Həsənlini 2015 İyon Ratio Demokratiya mükafatının qalibi elan edib. Dekabrın 8-də Vaşinqtonda mükafatın professor Cəmil Həsənliyə təqdimatı mərasimindən öncə Woodrow Wilson mərkəzində Çağdaş Azərbaycanın üzləşdiyi siyasi sınaqlar mövzusunda tədbir keçirilib. Cəmil Həsənli hazırda bizimlə studiyadadır. Xoş gəlmişsiniz Cəmil bəy. Sizi prestijli mükafat almağınız münasibəti ilə təbrik edirik. Təşəkkür edirəm. Amma müsahibəyə keçməzdən əvvəl mən istərdim biz əməkdaşımız Əzizə Göyüşzadənin Woodrow Wilson mərkəzindən hazırladığı xüsusi reportajı izləyək. Ratio Center for Democracy and the Ratio Family Charitable Foundation. It honors those who show a deep commitment to democracy. İki forumdan ibarət bu tədbirdə ABŞ-ın Azərbaycandakı sabiq səfirləri Richard Kazarec və Richard Morningstar, Massachusetts Universitetinin tarix professoru Audrey Alstad və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər. Sabiq ABŞ səfiri Morningstar ABŞ-Azərbaycan münasibətlərindən söz açaraq bu iki ölkənin ortaq strateji maraqlarının olduğunu, lakin strateji əməkdaşlıq üçün onların ortaq dəyərləri paylaşmalı olduqlarını vurğuladı. Onun sözlərinə görə isə müstəqil səsləri boğaraq, insan haqları və demokratiya sahəsində geri addımlar ataraq ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığın əldə olunması mümkün deyil. Cənab Kazarec çıxışına həbs olunan siyasi məhbusların azadlığa buraxılmasına çağırışı ilə başladı. Sabiq səfir habelə həbslərdə əl olan Azərbaycan rəsmilərinə qarşı siyahət sanksiyalarının tətbiq edilməsinə səslədi. Cənab Kazarec də səfir Morningstar kimi ortaq dəyərlər olmadan ABŞ və Azərbaycanın strateji əməkdaşlıq qura bilməyəcəyini vurğuladı. Bu həm Ratio mükafatı, həm Azərbaycan, həm də öz ölkəsi, region və bütün dünyada demokratiyanı inkişaf etdirməyə çalışan intellektual lider professor Cəmil Həsənli üçün unikal bir andır. Tədbir daha sonra Cəmil Həsənlinin çıxışı ilə davam etdi. Açılış çıxışını edən Massachusetts Universitetinin tarix professoru Audrey Alstad Azərbaycanın demokratiyadan uzaqlaşdığını dedi. O, Cəmil Həsənlinin müstəqil hərəkatının önündə gedən şəxsiyyətlərdən biri olduğunu və demokratiya uğrunda mübarizəsində bir sıra ağır bədəllər ödədiyini qeyd etdi. Xanım Alstad bu mükafatın Cəmil Həsənliyə təqdim olunmasını Azərbaycanda demokratik qüvvələrə dəstək mesajı kimi qiymətləndirdi. Hökuməti və hökumətin apardığı siyasəti tənqid edən insanlar əslində Azərbaycanı sevən insanlardır və məncə Cəmil Həsənli də onlardan biridir. Cənab Həsənli qeyd etdi ki, Azərbaycan müstəqil olanda onlar sadəlövhcəsinə müstəqilliklə bərabər azadlığında gələcəyini düşünürdülər, amma təcrübə göstərdi ki, azadlıq üçün ayrıca mübarizə aparılmalıdır. ABŞ-Azərbaycan münasibətləri məsələsinə toxunan cənab Cəmil Həsənli strateji baxımdan Azərbaycanın qərblə yaxın münasibətlərə məhkum olduğunu önə çəkdi. Azərbaycanla münasibətlərin Amerikanın da maraqlarına xidmət etdiyini vurğulayan cənab Həsənli, eyni zamanda ABŞ-ın da öz dəyərlərinə vaz keçməməli olduğunu söylədi. Onun sözlərinə görə hazırki Azərbaycan hökuməti kriminal mahiyyət daşıyır. Siyasi elitanın korrupsiya bulaşdığı, siyasi məhbusların sayı artmaqda davam etdiyi və seçkilər saxtalaşdırıldığı üçün Azərbaycan ABŞ-la ortaq dəyərləri paylaşmır və belə bir halda münasibətlərin bərpa olunması da imkansızdır. Və hakimiyyət öz xalqına hörmətlə yanaşmır və siz hansı dəyər prizmasından bu əməkdaşlığı təsəvvür edirsiniz? Neftlə bağlı məsələdən də söz açan Cəmil Həsənli, neft gəlirinin Azərbaycan cəmiyyətinə heç bir müsbət təsirinin olmadığını qeyd etdi. Onun sözlərinə görə gözləntilərin əksinə neft gəliri artdıqca yoxsulluq da artıb. Və o neft pullarının fonunda formalaşan avtoritarizm Azərbaycanda demokratiyanın son görüntülərinin də axırına çıxdı. Tədbir İyon Ratio mükafatının Cəmil Həsənliyə təqdimat mərasimi ilə başa çatdı. Mükafatı təqdim edən Nikolay Ratio, Cəmil Həsənlinin Azərbaycanda demokratiya uğrunda göstərdiyi fədakarlıqlardan duyğulandığını və Milli Şura sədrinə Fondun Demokratiya mükafatını təqdim etməkdən şərəf duyduğunu bildirdi. Vaşinqtondan Əzizə Göyüşzadə, Amerikanın səsi. Vaşinqtondan Amerika İcmalı proqramı davam edir.
Cəmil bəy, bu mükafatın önəmi sizin üçün nə deməkdir? Ümumiyyətlə, bu mükafat sizin üçün, Azərbaycan demokratları üçün nə dərəcədə önəmlidir? İlk növbədə bu dünyada bu günləri ən nüfuzlu, demokratiya sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunur və həmin demokratiya bizim ölkəmizin çox böyük ehtiyacı var. İon Ratu Demokratiya mükafatı 2005-ci ildə təsis olunub və indiyə qədər 10 nəfər alıb, bu 10 nəfərin hamısı öz ölkəsində demokratiya, insan haqları, seçkilərin azad və ədalətli keçirilməsi, digər demokratik təsisatlar uğrunda əmək vermiş, mübarizə vermiş insanlardır, cəmiyyətə nümunə vermiş insanlardır. Məsələn, bunların içərisində Adam Mixni kimi insanlar var ki, nəinki öz ölkəsində, eləcə də Avropada və bütün dünyada demokratiyaya böyük töhfə vermişdi. Və düzünü deyim ki, biz Azərbaycanda nələrsə edəndə, hansısa bir fəaliyyətlə məşğul olanda biz onun qarşılığını gözləmirik ki, bu hansısa bir mükafata layiq görüləcək, qiymətləndiriləcək, qiymətləndirilməyəcək. Bu bizim gündəlik işimizdir. Öz xalqımız qarşısında, öz ölkəmiz qarşısında, vətənimiz qarşısında gündəlik işimizdir və bu bizim bir vicdan borcumuzdur. Amma bizim fəaliyyətimizin, Milli Şuranın apardığı mübarizənin, onun rəhbəri olaraq mənim gördüyüm işlərin beynəlxalq diqqət mərkəzində olması əlbəttə bizim üçün bu önəmli hadisədir. Və İon Rati özü bütün ömrü boyu təsəvvür edin ki, Birinci Dünya Müharibəsi başlanandan, İkinci Dünya Müharibəsi başlanandan az sonra o xaricdə işləyən bir Rumıniya diplomatı idi və Rumıniya Almaniya təsirinə keçəndən sonra qaldı Londonda, bütün həyatın, bütün fəaliyyətin sonrakı dövrdə öz vətəninin demokratikləşməsi uğrunda mübarizəyə sərf etdi və o bütün sosialist deməli tarixi boyunca və sosializmin böhranından sonra da Rumuniyada azad, ədalətli, demokratik seçkilərin keçirilməsi, insan hüquqlarına hörmətlə yanaşılması, demokratik institutların bərqərar edilməsi uğrunda mübarizə apardı və bu mükafat onun adına təsis olunub. Onun mərkəzi qərargahı Londonda yerləşir. Woodrow Wilson mərkəzi ilə birlikdə onlar hər il deməli bu mükafatın qaliblərin müəyyən edirlər. Əlbəttə, bu bir stimuldur. Bu mükafat bizim üzərimizə əlavə öhdəliklər qoyur və bu apardığımız işlər, başladığımız işlər, öz vətənimizin azad və ədalətli bir cəmiyyətə qovuşması üçün bir şeylər etməyi zəruri edir. Və bilirsən, siz Azərbaycan tarixinə, çağdaş tarixinə yaxşı bələd olan adamsınız. Uzun müddət biz elə bilirdik ki, müstəqil olmaq həm də azad olmaq deməkdir. Sonra bəlli oldu ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azadlıq üçün əlavə bir mübarizəyə ehtiyac var və bugün o mübarizə gedir. Cəmil bəy, Woodrow Wilson mərkəzində keçirilən tədbirdə xüsusi vurğulandı. Qeyd edildi ki, prezident seçkilərindən sonra siz və sizin ailəniz təzyiqlərlə qarşılaşıb. Bugün Azərbaycanda siyasi ab-havanı, atmosferi necə dəyərləndirərdiniz? Mən düzün deyim ki, tək prezident seçkilərindən sonra yox. Prezident seçkilərindən əvvəl də biz elə təzyiqlər altında olmuşuq. Məsələn, mən 10 il Milli Məclisin üzvü olmuşam və həmişə Milli Məclisdə olanda vətənimiz üçün, dövlətimiz üçün, millətimiz üçün faydalı olan bir şeyləri demişəm. Kimin xoşuna gəlib gəlməməsindən asılı olmayaraq. Və bu sözlərin deyilməsi də bir çoxları tərəfindən normal qəbul edilmir. Biz ziyalı forumu yaratdıq 2009-cu ildə, bilirsiniz ki, 6 təsisçi olaraq və bu təsisçilərin ikisi xalq yazıçısı idi, kifayət qədər cəmiyyətdə nüfuzlu olan insanlar idi. Bizim məqsəd və məramımız nə idi? Bizim ayrı bir siyasi istəyimiz yox idi. İstəyimiz o idi ki, cəmiyyətin gözlədiyi islahatları hakimiyyət həyata keçirsin və bu məsələlərlə bağlı hakimiyyətə çağırışlar etdik.
o bu günləri məcburiyyət ucbatından atılan bəzi addımları biz hələ 2009-cu ildən etibarən başladıq təklif eləməyə və həmin vaxtlar olar, yəni o siyasi reformalar, iqtisadi reformalar, sosial reformalar həmin vaxtlar keçirilsəydi, biz indi onun bəhrəsini görə bilərdik. Bu cür böhranla qarşılaşmazdıq və bu günləri Azərbaycan kəskin siyasi böhranın içərisindədir, siyasi böhranın içərisindədir, iqtisadi böhranın içərisindədir, maliyyə böhranının içərisindədir, mənəvi böhranın içərisindədir və bu böhran bütün tərəflərdən Azərbaycanı sanki əhatəyə almışdır. Amma bu böhranın çox kiçik bir hissəsi obyektiv səbəblərlə bağlıdır. Bunun böyük bir hissəsi subyektiv səbəblərlə bağlıdır. Cəmiyyətdə qorxu mühitinin yaradılması heç vaxt problemlərdən çıxış yolu ola bilməz. Biz indi hər gün kiminsə həbs olunması haqqında məlumatlar alırıq. Bu bilirsən, hakimiyyətdə belə bir fikir formalaşıb ki, cəmiyyəti qorxu altında saxlamaq üçün hər həftə həbslər olmalıdır. Hər gün həbslər olmalıdır. Bu bir vaxt, bu 37-ci il sindromudur. Bir vaxt Sovet İttifaqında 37-ci ildə belə bir metod sınaqdan çıxardılıbdır və yuxarıdan planlar gəlirdi. Bunlara Stalin siyahıları deyilirdi və çox belə hayküylü həbslər həyata keçirilirdi və o həbslərdə kiminsə günahı olub-olmaması mühüm deyildi. Mühüm olan o idi ki, adam həbs olunmalıdır və insanlar görməlidir ki, adam həbs olunur və sanki bizdə, ölkəmizdə elə bir istehsal sahəsi qurulmadı. Bu insanları tutmaq, günahsız insanları tutmaq, elə bil həbs istehsal etmək sənayesi kimi cəmiyyətə təqdim olunur və bu çox pis tendensiyadır. Məsələn, 2 gün əvvəl Leyla Yunus buraxıldı, eyni zamanda həmin gün Fuad Qəhrəmanlı həbs olundu. Cəmil bəy, Dövlət Departamenti və Beynəlxalq İctimaiyyət Yunusların, əvvəlcə Arif Yunus və 2 gün öncə özünüzün də qeyd etdiyi kimi Leyla Yunusun azad edilməsini müsbət bir addım kimi qarşılayıb. Siz burada müsbət tendensiyanı görürsünüzmü? Bilirsiniz, burada çox qərib, maraqlı bir şey var. Əvvəla nə Arif Yunus, nə Leyla Yunus. Bunlar həbsdən azad olunmayıblar. Bunlar həbs yerindən azad olublar. Hər ikisinin üzərində həbs qalır. Yəni, o həbsi deməli artıq cəza çəkmə yerlərində çəkmirlər, evlərində çəkirlər. Eyni zamanda nəzərə almaq lazımdır, Yunusların evləri də müsadirə olunmuşdu. Yəni, o qədər ədalətsiz, qanunsuz bir məhkəmə prosesi idi ki, insanların yaşayış evləri müsadirə edilmişdi və bu məhkəmənin qərarı ilə o da bərpa olundu. Yəni, evləri də özlərinə qaytarıldı. Dövlət Departamentinin təbrikinə gəldikdə, burada mən təbrik edəcək bir şey görmürəm. Düzün deyim ki, biraz qəribəlik var. Günahı olmayan insanları tut, onları ölümcül vəziyyətə sal və həbsxanada yox, evdə ölsün deyibən onu həbs yerindən burax ginən, ölüm təhlükəsi ilə qarşılaşan, fiziki cəhətdən artıq dözümsüz bir vəziyyətə gələn insanlar həbsdən azad olunur və əvəzində də təşəkkür edilir. Bütün bu qanunsuzluqları edənlərə təşəkkür edilir. Belə çıxır ki, bu insanları tutub ona əzab və əziyyət vermək yaxşı şeydir. Yəni, adam əgər bunun üçün təşəkkür alacaqsa, bu müamiləni niyə etmir? Etməsin. Neftçilərin hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı Amerikanın səsinə müsahibəsində Günəşli yatağının dəniz platformasında neftçilərin itkin düşməsinin səbəbləri və təhlükəsizlik tədbirlərindən danışıb. Onunla müsahibəni Bakı müxbirimiz Tapdıq Fərhadoğlu aparıb. Günəşli yatağındakı dəniz platformasında neftçilərin itkin düşməsinin səbəbləri nədir? Onları xilas etmək mümkün olardımı?
Səbəbləri, yəqin ki, daha dərin səbəbləri yaradılmış komissiya araşdırdıqdan sonra ən əsas səbəb bilinəcək. Çünki indidən əsas səbəbi demək tələskənlik olardı. Və bizim ilkin aldığımız versiyalardan biri də elə təsdiqini tapmamış ki, daxildə təhlükəsizlik qaydalarına riayət olunmamalıydı. Və bu nəticəsində külək bu qəzanın əmələ gəlməsinə stimul verir. İnsanları vaxtında azad eləmək olardımı, oradan köçürtmək olardımı? Sadəcə bunu düşünürəm ki, ilkin təxliyə düzgün olmayıb. Cəmaət özünü itirib, başını itirib və təxliyə qaydalarına riayət eləyə bilməyib. Azərbaycan Dövlət Neft Şirkətinin dəniz platformalarındakı təhlükəsizlik qaydaları ilə xarici neft şirkətlərinin dəniz platformalarındakı təhlükəsizlik qaydaları arasında fərqlər nədir? Nədən xarici neft şirkətlərinin dəniz platformalarında insan ölümləri, yanğınlar qeydə alınmır? Eşitmişsiniz ki, BIP-nin 8 qızıl qaydası var təhlükəsizlik üzrə və orada insan faktoru əsas amil təşkil edir və bu qaydalara ciddi riayət eləməyən hər hansı bir xidmət, hətta podraçı şirkətdən kontrakt pozula bilər ya da insan o dəqiqə işdən çıxarıla bilər. Fərq ondan ibarətdir ki, orada təhlükəsizliklə məşğul olan işçiyə, supervizora böyük səlahiyyətlər verir. Onun işi saxlama səlahiyyətləri var və o işi saxlamaq işarəsinə, stop işarəsinə bütün hamı tabi olmalıdır. Biz də Azərbaycan Dövlət Neft Şirkətində heç kəsin işi saxlama səlahiyyəti yoxdur. Baxmayaraq ki, hətta küləkdən nə hadisə olursa olsun, əgər təhlükəsizlik üzrə nəzarətçi şəxs stop versə, ona səlahiyyət verməyəcəklər. Bəzi ekspertlər günəşli yatağındakı dəniz platformasında qəzanı xarici təxribatlarla əlaqələndirir. Azərbaycan Respublikası dəniz platformalarında təhlükəsizliklə bağlı hansı tədbirləri həyata keçirir? Deyim ki, bu sıfır hesab eləyirəm. Mən terrorun, yaxud da ki, hansısa bir hadisənin qəsdən törədilməsini istisna edirəm. Ona görə ki, bu sahədə uzun müddət işləmiş, təcrübəsi olan adam kimi. Ora kənarda müdaxilə çox çətindir. Böyük bir texnika ilə ora müdaxilə olunmalıdır. Orada işləyən insanların orada təxribat, terror etməsi qeyri-mümkündür. Çünki uzun müddət bir yerdə işləyən, illərlə bir yerdə işləyən, ən ağır vəziyyətdə, ən ağır gündə bir yerdə işləyən arasında kommunikasiya ola bilməz. Rəsmi qurumlar insanların xilas edilməməsinin səbəblərini dənizdə güclü dalğanın olması ilə, yanğının olması ilə izah edirlər. Xilas edicilər böhranlı vəziyyətdə insanları xilas etmək üçün texniki vasitələrə, qurğulara, geyimlərə malikdirlərmi? Geyimlərini deyə bilmərəm. Sadəcə olaraq ürək ağrısı ilə deyə bilərəm ki, əvvəllər Sovetlər vaxtı Dövlət Neft Şirkətində olan donanma, gəmilər deyərdim ki, heç indi BIP-də yox idi. Dövlət Neft Şirkəti əlsiz ayaqsız bir quruma çevrilib. Dövlət Neft Şirkəti hökumətin ikinci büdcəsinə çevrilib. Dövlət Neft Şirkəti özü insanları təxliyə eləmək üçün gərək ya Fövqəladə Hallar Nazirinə müraciət eləsin, ya da BIP-yə bu da vaxt aparır. BIP-nin ancaq bu təhlükəsini əlaqədar istifadə elədiyi texnika sübut elədi ki, bu texnikanın təkmilləşdirilməsinə, beynəlxalq təcrübəni öyrənməsinə, beynəlxalq standartlara cavab verən güclü texnikaya malik olmalıdır. Yoxsa belə bir qəzalardan bizim dəniz neftçiləri istisna deyil. İnsan həyatı, insan faktoru birinci amil olmalıdır. Prezident Obama Kaliforniyada baş vermiş son terror hücumunun ardınca xalqa müraciətində Amerikalıları əmin edib ki, onun administrasiyası terror təhlükəsini ciddi qəbul edir və bu təhlükəyə qarşı lazım olan ölçülər götürür. O deyib ki, terrorizmə qarşı mübarizənin Amerika və İslam arasında müharibə kimi təqdim olunmasına imkan vermək olmaz. Terrorizmə qarşı mübarizənin qələbə ilə başa çatacağını bildirən Obama müraciətini gəlin unutmayaq ki, azadlıq qorxudan daha güclüdür sözləri ilə bitirib. Biz bir-birimizə qarşı çevrilib, bu mübarizənin Amerika və İslam arasında müharibə kimi təqdim olunmasına imkan verməməliyik. IŞİD-in istədiyi də budur. IŞİD İslamı təmsil etmir. Onlar quldur və qatildir. Ölüm kultunun bir hissəsidir. Onlar dünyada 1 milyarddan çox müsəlman, o cümlədən Amerikada onların nifrət ideologiyasını rədd edən milyonlarla vətənpərvər müsəlman arasında çox kiçik bir qrupdur.
dünyada terror qurbanlarının yarıdan çoxu müsəlmanlardır. Terrorizmi dəf etmək istəyiriksə, şübhə və nifrətə görə kənarlaşdırmaq deyil, onları bu mübarizəyə cəlb etməliyik. Bu, müəyyən ekstremist ideologiyanın bəzi müsəlman icmalarında yarandığı faktından rədd edilməsi demək deyil. Bu, müsəlmanların heç bir bəraət qazandırmadan qarşılaşmalı olduğu real bir problemdir. Burada dünyanın hər yerində müsəlman liderlər IŞİD və Əl-Qayda kimi qrupların nifrət ideologiyasını qətiyyətlə və birmənalı şəkildə rədd edib bizimlə işi davam etdirməlidir. Nəinki zorakılıqlar əleyhinə, dini tolerantlıq, qarşılıqlı hörmət və insan ləyaqəti kimi İslamın dəyərləri ilə bir araya gəlməyən ideoloji baxışlar əleyhinə çıxış etməlidirlər. Dünyada müsəlmanlar radikalizmə gətirib çıxaran səhv ideyaların qarşısını almaqda məsuliyyət daşıdığı kimi, ayrı seçkiliyi rədd etmək də bütün dinə mənsub Amerikalıların məsuliyyətidir. Bu ölkəyə kimin gəlməsi kimi dini testi rədd etmək bizim borcumuzdur. Müsəlman Amerikalılara fərqli münasibət göstərilməsinə dair təklifləri rədd etmək bizim məsuliyyətimizdir. Çünki əgər biz bu yolu tutsaq, uduzacağıq. Belə bölünmə, öz dəyərlərimizə belə xəyanət IŞİD kimi qrupların işinə yarayır. Müsəlman Amerikalılar bizim dostlarımız, qonşularımızdır. Bizim işdə həmkarlarımız, bizim idmançı qəhrəmanlarımızdır. Və bəli, onlar hərbi formada bizim ölkəmizi müdafiə etmək üçün canlarından keçməyə hazır olan qadınlar və kişilərdir. Fransada İfrat Sağçı Milli Cəbhə Partiyası regional seçkilərin birinci turunda qələbə qazanıb. Fransanın 13 vilayətinin 6-sında hər 3 səsdən birini qazanan partiyanın populyarlığı keçən ay Paris terror hücumlarından sonra artmağa başlayıb. Milli Cəbhə Partiyasının nəticələri Prezident François Hollande'ın Sosialist Partiyası üçün böyük məğlubiyyət hesab edilir. Parisdəki terror aksiyalarından sonra seçkilər Fransa üçün sınaq mahiyyəti daşıyıb. Marine Le Pen'in liderlik etdiyi Milli Cəbhə Partiyası tam qələbəsini elan edib. Partiyanın sədri seçkilərin nəticələrinin köhnə siyasi dünyanın dağıldığını nümayiş etdirdiyini bildirib. Milli Cəbhə əsl respublikaçı qüvvədir. Çünki o, Fransa və onun suverenliyinin əsl müdafiəçisidir. Partiyanın tərəfdarlarının sevinci yerə göyə sığmır. Fransa xalqı bezmişdi. İndi dəyişiklik vaxtıdır. Oponentlər üçün qələbə gözlənilməz oldu. Paris hücumları xalqın rəyinə təsir göstərdi. Bu, böyük rol oynadı. Heyflər olsun. Hücumlardan sonra Le Pen ölkəsinə müsəlman mühacirlərin qəbul edilməməsinə çağırmışdı. Lakin seçkilərin qorxusu partiyanın qələbə çalmasının yeganə səbəbi deyil. Gotham House siyasət analitikləri qrupundan professor Matthew Goodwin belə düşünür. Seçiciləri Avropa Birliyi də narahat edir. Onların fikrincə Avropanın inteqrasiyası onların həyat tərzi və resurslarına hədət törədir. Onlar daxili siyasi elitadan da narazıdır. Yekun nəticələr seçkilərin ikinci raundunda bəlli olacaq. Sabiq prezident Nicolas Sarkozy'nin Respublikaçılar Partiyası Milli Cəbhənin qələbəsinə mane olmaq üçün sosialistlərlə koalisiya yaratmaqdan imtina edib. Bu taktikadan əvvəlki seçkilərdə də istifadə edilib. Avropa İttifaqının qaçqın böhranını həll edə bilməməsi, Avrozonanın yerində sayması ilə daha dərin problemlərlə üzləşiləcək. İlkin problemlə Fransanın ümummilli seçkilərinin son raundunda üzləşilə bilər. Belə ki, Milli Cəbhənin qələbəsi qitədə şok dalğaları yayacaq. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi. Parisdə BMT-nin iqlim sammitində qlobal istiləşmənin təsirləri müzakirə edildiyi zaman Çin və Hindistan kimi sürətlə inkişaf etməkdə olan ölkələrin paytaxtları qalın bürkü içindədir. Ekoloqlar havanın və suyun çirklənməsinin insanların sağlamlığı və eləcə də planetimiz üçün yaratdığı təsirlərdən narahatdır. Pekində günorta vaxtıdır. Burası isə Yeni Dehlidir. Bacalardan və avtomobillərdən çıxan tüstü dünyada havanın çirklənməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, havanın çirklənməsi ölüm hallarına gətirib çıxarır. Biz havanın keyfiyyətinin nə zaman pis olduğunu bilirik. Xəstəxanalarda asma və ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı çoxalır. Biz bilirik ki, havanın çirklənməsi zamanı ölüm halları artır. Stanford Universitetinin tədqiqatçıları karbon dioksid nəticəsində temperaturun 1 dərəcə Selsi artmasının Birləşmiş Ştatlarda ildə 1000 insanın ölümünə səbəb ola biləcəyini deyir. Dünya boyu isə temperaturun hər 1 dərəcə Selsi artması 20 min ölüm halı deməkdir.
Uşaqlar, yaşlılar və həmin şəhərlərdə yaşayanlar daha çox təhlükə altındadır. Nəqliyyat vasitələrinin azaldılması havanın keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər. Biz insanları velosiped sürməyə, avtomobili paylaşmağa, ictimai nəqliyyatdan istifadə etməyə təşviq edə bilərik. Bu, həmçinin insanların sağlamlığına yaxşı təsir göstərər. Çirklənmiş sular da ölüm hallarına yol açır. Ümumdünya Səhiyyə Təşkilatının qlobal təxminləri göstərir ki, qida vasitəsilə zəhərlənən hər 3 uşaqdan biri ölür. Bu isə hər il təqribən yarım milyon ölüm halı deməkdir. Çirkli su bu səbəblərdən biridir. Biz çirklənməyə nəyin səbəb olduğunu başa düşməliyik. Su içmək, yemək bişirmək və yuyunmaq üçün bu sudan istifadənin nə ilə nəticələnə biləcəyini anlamalıyıq və təhlükəni azaltmaq üçün icmalarla birgə fəaliyyət göstərməliyik. Brisi deyir ki, iqlim dəyişikliyi güclü tufanlara səbəb ola bilər. Bu tufanlar isə daşqınlara və beləliklə toksinlərin sulara qarışıb onun çirklənməsinə səbəb ola bilər. BMT-yə əsasən iqlim dəyişikliyi su ehtiyatlarına təsir edərək insanlar, kənd təsərrüfatı və ətraf mühit üçün əlavə problemlər yaradır. Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi. Birləşmiş Ştatların Indiana ştatının Şipşavana bölgəsində həyat keçmişlə müasirliyin qarışığı deməkdir. Burada at arabaları və avtomobillər eyni yolu bölüşür. Mağazalarda isə başörtüyü və ənənəvi geyimdə olan qadınlara rast gəlmək olar. Bölgə Amerika və dünyanın başqa yerlərindən gələn turistlərin ziyarət etdiyi məkanlardan biridir. Amış kilsəsinə sadə paltarlarda gələn insanlar ali təhsildən, avtomobil, telefon və elektrikdən imtina edərək keçmiş adət-ənənələrlə yaşayır. Onlar televiziyaya da çıxa bilməz. Lakin köhnə Amiş adət-ənənələri ilə böyüyən və 13 ildir evli olan Elvin Miller nisbətən az məhdudiyyətlər qoyan Amiş Mennonit kilsəsinin üzvüdür. Orada Anabaptist etiqadının müxtəlif çalarları var. Anabaptist etiqadı pasifizmə, dövlət və dinin bir-birindən tamamilə ayrı olmasına, yaşlı insanların xaçpərəst olmasına çağırır. Bütün bu müxtəlifliklər kilsə üzvlərinin bir çoxuna seçim verir ki, bununla onların kilsəni tərk etməsinə lüzum qalmır. Bəlkə Amişlərin son 15 ildə 2 dəfə artmasına səbəb də elə budur. İnsanlar bizə çox sayda qaydaları olan cəmiyyət kimi baxır. Onlar bəzi qaydaları mənasız sayır. Məsələn, siz avtomobildə nə üçün istifadə etmirsiniz, deyənlər də olur. Amişlər icmanın bu qanunlarına Amerikada 1700-cü illərdən bəri 200 ildən çoxdur riayət edir. Keçmişdə Amişlər yalnız kənd təsərrüfatı ilə məşğul olurdu. Lakin zaman dəyişir və ətrafdakı turist sənayesinin inkişafına dəstək olaraq onlar çörək bişirir, ədyal tikir, mebel düzəldib satır. Burada çox sayda hərraclar təşkil edilir. Biri Haiti üçün, biri əlil insanları üçün, yəni müxtəlif hərraclar olur. 2014-cü ildə hərracdan əldə edilən məbləğ $1 milyon çox olmuşdu. Amişlər Şipşvanada həmişə icma şəklində yaşamayıblar. 1965-ci ilə qasırğanın şəhəri yerlə yeksan etməsinə qədər onlar pərakəndə şəkildə yaşayırdı. O vaxt Amişlər və Amiş icmasından olmayan ingilislər birlikdə işləyir, evləri və biznesləri birlikdə bərpa etdilər. Bunun icmaya böyük təsiri oldu. Elvin Miller burada insanların bir-birini sevdiyini və bir-birlərinin qayğısına qaldığı üçün bu etiqada inamın artdığını deyir. Vaşinqtondan Nərminə Cəlal-qızı, Amerikanın səsi. Vaşinqtondan Amerika İcmalı proqramında görüşümüz bununla sona çatır. Siz hər həftə efirə çıxan proqramlarımızı Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşədək.